fikir verirseniz, bax, bugünkü günümüzdə istər ailələrdə olan ixtilaflardan, anlaşılmazlıqlardan, istər qardaşlar arasında düşmüş anlaşılmazlıqlardan, dünyəvi ticari məsələndə, istərsə günümüzdə baxın bu yayılmış fitnələrdən, o təzə firqələrin ortaya çıxıb müsəlmanları paramparça etməsindən. Bilirsiniz, səbəbi nədir? İnsanların Allahdan lazımınca qorxmaması, insanların hər bir sözündə, hər bir əməlində təqva libasına bürünməməsidir. Hər kəs öz yerini düzgün tanısa, bu problemlər belə olmaz, bu həddə çatmaz və yaxud da ya problem olmazdı, olanda da, problem ortaya çıxanda da o az vaxt içində gözəl şəkildə, düzgün şəkildə həll olardı. Lakin hər kəsin hər bir sözündə, əməlində Rəbbimizin Rəbbani yolunu düşünməməyi, Allahdan bizə buyurulmuş bu gözəl yolu tərk eləməyi onun düşdüyü bu durumlara və yaxud da yaratdığı bu fitnələrə, fəsadlara səbəb olur. Fikir versəz, bütün münaqişələrdə, bütün ixtilaflarda, istər keçmiş zamanlarda, istər indi fərqi yoxdur. Hətta dini məsələlərdə, ixtilaflarda onun ortaya çıxmağının səbəbi bilirsiniz nə olur? Elmsiz fətvalar, cahillikdən doğan əməllər, bilməməzlikdən olan hərəkətlər, hansı ki insan təqvanla əməl etsəydi, yəni həmin məqamda üzərinə düşəni doğru düzgün anlasaydı, bir addım dayanıb, edəcəyi əmələ və yaxud da deyəcəyi sözə bir məhəl qoysaydı ki, mən nə danışıram, mən nə edirəm? Yəni, bugünə qədər olanlar Rəbbimizin qədəridir, təqdir artıq yazılmış bir şeydir. Olub, lakin bundan sonraya gərək hər kəs əməl etsin. Və Allah Subhanahu izni ilə bu problemi aradan qalxardı və yaxud da qalxar. Fikir verin, hədisdə Peyğəmbərimiz ona Allahın salavatı və salamı olsun buyurur ki, soruşur bir dəfə sahabələrdən ki, ən güclü insan kimdir? Cavabında sahabələr buyurur, döyüşdə şüca, yəni irəlidə döyüşən, qüvvətli. Buyurur ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm, yox, ən qüvvətli insan qəzəblənəndə qəzəbini yığmağı bacarandır. Niyə? Çünki qəzəbli insan təqva ilə danışmır. Çünki qəzəbli insan əgər qəzəbləndiyi vaxtda ağlı başından çıxır. Lazımınca düşünə bilmir, lazımınca doğru hərəkət edə bilmir. Doğru danışa bilmir. Qərarı təqvaya zidd olur. Lakin istiqamə nədir? Bir dəfə bir sahabə soruşanda Peyğəmbər səmdən nə edim ki, yəni ən qısa yol cənnətə girmək, buyurur ki, Allah Rasulullah Allah'ın salavatı salamı olsun, qul əməntu billah, thumma istaqim, de ki, Allah'a iman gətirdim, sonra dost doğru ol, dost doğru düzgün yolda ol. Bax, iman gətirdikdən sonra təqva budur, insan dost doğru olsun, düzgün yolda olsun, bunun üçün insana elm lazımdır. İnsanın həmişə düşünərək, ağıllı surətdə haqqa tabi olması və qadağanlıqdan çəkinməsi lazımdır. Hər bir kəs üzərinə düşən məsuliyyəti dərk etməli lazımdır. Ailədə ər öz məsuliyyətini dərk eləsin, özlərinə düşən haqları dərk eləsin, qadın özlərinə düşən məsuliyyəti dərk eləsin və Allahdan qorxsun. Allahdan qorxsun ki, onun ziddini eləyə və bilsin ki, Allahın əzabı var və şiddətlidir və qeyri ailə məsələlərində həmçinin, istər dini, istər dünyəvi məsələlərdə. Başqa bir hədisində Allah Rasulü Allah'ın salavatı salamı olsun buyurur, qazilər üçdür, ikisi cəhənnəmlik, biri cənnətlik, haqqı bilib, haqla hökm verən cənnətlik, lakin haqqı bilib, haqdan başqası ilə hökm verən və haqqı bilmədən hökm verən cəhənnəmlikdir. Baxın, təqvaya uyğun olan cənnətlikdir, haqqı bilib, haqla hökm verən, lakin təqvaya zidd olan,
haqqı bilib onun əksini edən və yaxud da bilmədən edən hər iki halda təqvaya zidd olan əməl sahibləri nədir? Cəhənnəmlikdir. Allah qorusun, yardımıyla. İnsan deməli, istər qazi olsun hökm verən vaxtı, ona görə qazilərin adı çəkildi ki, qazilər insanlara hökm kəsirlər. Sıravi insanın əməli və yaxud da zərəri özünə dəyər və yaxud da yaxın ətrafına adətən, lakin qazilərin, hakimlərin zərərləri cəmiyyətə dəyir. Topluma dəyir. Ona görə onların adı çəkilir. Lakin hər kəsə aiddir. Hər kəsə aiddir. Kim əgər təqvaya zid hərəkət edərsə, etdiyi əməlin miqdarında da cəzasını alacaq. Kim zərrə qədər xeyir iş görsə, onun əcrini, kim zərrə qədər şər etsə, onun cəzasını alacaq. Və səhər durandan ta axşam yatana qədər əməllər görürsən. İstər danışıq nə olsun, istər feillər nə olsun, fərqi yoxdur. Gözün baxır, qulağın eşidir, ayağın səni aparır, əlin nəyəsə götürür, qoyur, qəlbin düşünür, qərarlar verir, qəlbində kiməsə kin, nifrət, kiməsə məhəbbət daşıyırsan və s. nə çox əməllər. Amma gərək hər birində, hətta qəlb əməllərində təqvanı düşünəsən. Hətta bir kəs nifrət edirsənsə, baxın, bugünkü gün dediyimiz problemlərin bir çoxları da buradan doğur. İnsanlar danışır, lakin təqvaya əsaslanıb yox, elmə əsaslanıb yox, qəlbindəki nifrətə əsaslanıb. Əgər mən filan kəsin cəmaatıyamsa, qarşı tərəfə istədiyim sözü deyə bilərəm, istədiyimi yaya bilərəm. Hətta böhtan olsa belə, yalan olsa belə. Və yaxud da insanların dilində dolaşan, lakin doğru yalanlığını bilmədiyim kəlmələr olsa belə. Niyə? Çünki müxalif tərəfdir. Bəs təqva? Bəs təqva? Bəs Allah qorxusu? Bəs sənin müsəlman qalmağın üçün təqva önəmliydi axı. Bəs sənin qələbə çalmağın üçün təqva önəmliydi axı. Yəni, ancaq elm məclisində, danışanda, söhbət edən təqva ondan başqa vaxtı yox. Rəbbimiz yalnız bizi elm məclisində izləyir, qalan vaxtı rəqib deyil bəyən. Qalan vaxtlar Rəbbimiz görmür, eşitmir, xəbəri yoxdur əməllərindən. Bəlkə gizlində aşkar olanı bilmir. Əgər bu siravi insanların hər bir halda ehtiyacı varsa buna, elm sahiblərinin buna ehtiyacı daha çoxdur. Boşuna qazilərin misalını çəkmədi. Allah Rəsulluğun, Allahın salavatı və salamı olsun. Çünki hökm verən insan, fətva verən insan mütləq möhkəm bir elmə əsaslanmalıdır. Necə ki, həkimlər mütləq öz sənəti gözəl bilməlidir ki, xəstəsini öldürməsin. Həkimlər insanların bədən üzvlərini müalicə edirlər. Bundan daha zəruri olan odur ki, fətva verənlər, hökm verənlər öz sahələrini, öz ixtisaslarını daha gözəl bilsinlər. Çünki onlar insanların ya qəlblərini müalicə edirlər və yaxud da qəlblərini fəsad edirlər. Həkimlərin müalicə etdiyi bədən üzvləridir. Ya da öldürdükləri bir bədən üzvü və yaxud da bir cəsəddir. Lakin fətva verənlər, hökm verənlər insanların qəlblərini parçalayırlar, qəlbləri öldürürlər. İnsanların bu dünyasının deyil, ahirət yolculuğunun ya doğruya ya da yanlışa yönəldirlər. Bu dünya üçün nədir ki? Təbii ki, həkim də məsuliyyət daşıyır. Əgər onun səbəbindən biri şikəst olarsa, biri əlsiz, ayaqsız,
ya da başqa bir bədən üzvsüz qalarsa, onun başına gələn, onun ucbatından, həmin əmənin ucbatından gələn hər şeyə görə məsuliyyət daşıyır. Lakin bir insanın həyatıdır. Pis, yaxşı, hər halda 60-70 ildən söhbət gedir. Lakin sözü ilə, fətvası ilə, hökmü ilə birini yox, çoxlarını haqdan azdıranlar insanların bu 60-70 illik həyatlarına deyil, əbədi həyatlarına müdaxilə edirlər. Bu dünyalarına deyil, ahirətlərinə müdaxilə edirlər. Ona görə azdıranların sayı çoxdur. Azdıranların sayı çoxdur, çox da olacaq. Hədisində buyurur Allah Rəsulü, ona Allahın salavatı və salamı olsun. Yahudilər 71, Hristiyanlar 72, ümmətim isə 73 yerə parçalanacaq. Onlardan biri cənnət, digəri cəhənnəm əhlidir. Yəni bir haqq yolu var, ondan başqa 72 dənə və alimə buyurur 72 böyük firqələrdir. Amma onların hər birində qolları var. Azdıranların sayı çoxdur. Necə ki, başqa bir hədisdə buyurur, yenə Allah Rəsulü, ona Allahın salavatı və salamı olsun, qumun üzərində, torpağın üzərində bir düz xət çəkəndən sonra ətrafına çoxlu kiçik xətlər çəkir və deyir ki, bu Allahın sırat-ı müstəqimi, doğru yolu və sonra kiçik xətlər, bunların hər birinin başına şeytan durub o yolu gözəl göstərir. Yəni, batil yollara çağıranların sayı çoxdur. Lakin sən müsəlman təqva donuna bürünməlisən, təqva libasına bürünməlisən. Nə olsun ki, çağıranlar çoxdur? Bəs sənə nə gəlir? Sən düşündünmü ki, doğrudan da bu təqvaya uyğunu yoxsa yox? Hətta bu axır günlərdə çox eşitdiyimiz kəlmələrdən birində də çoxlar deyir ki, filan kəs deyib qutardı. Sanki filan kəsə vəhiy gəlirmiş. Sanki filan kəsə vəhiy gəlir. Mümkündür vəhiy gəlmək filan kəslərə, mümkündür. Biz iman gətirmişik, etiqad edirik ki, Peyğəmbər sözündən sonra vəhiy var. Amma o şeytanın vəhiyləridir. Allahdan vəhiy kəsilib. Ya nə vəhiy gözləyirsiniz bundan sonra? Quran, sünnə, səhabə fəhmi olandan sonra nə vəhiy gözləyirsiniz? Filan kəs dedi, doğru, belə yol var. Belə üslub var haradasa. Bəs sənin təqvan hanı? Bəs sənin Allah qorxun hanı? Yəni, birilərini ucaldıb, digərlərini alçaldanda doğrudan mı Allahı xatırladın? Doğrudan mı təqvanı xatırladın? Doğrudan mı düşündü ki, mən qiyamət günü buna görə cavab verəcəyəm? Məqsədin nə idi ki? Ola bilsin ki, sən başa düşməyəsən məsələni. Amma başa düşməyən insanın üzərinə təqvası ilə vacib olur ki, sussun. Çünki sən bu əhli deyilsən. Vacib deyil ki, hər kəs danışsın. Dedi axı, insan bacarmadığına məsuliyyət daşımır. O yük onun çiynində deyil. Lakin insan onu bacarmadığını etməyi ilə və yaxud danışmağı ilə özünü yüklüyür. Özünü məsul olmadığı işdə məsul edir. Danışmadıqca sən məsul deyildin. Elmim yoxdur, danışmıram. Qarışmıram bu məsələlərə. Bacardığımı elmlə araşdırıram, öyrənirəm, soruşuram, axtarıram, nə gözəl. Bacarmıram, danışmıram. Lakin bacarmayıb danışdığıma görə artıq sən qiyamət günü məsuliyyət danışırsan. Hər dilindən çıxan kəlməyə görə, hər etdiyin feylə görə, hər daşdığın nifrətə görə və yaxud da hər daşdığın məhəbbətə görə. Çünki bizim sevgimiz də, məhəbbətimiz də Allah üçündür. Və sevgimizdə də Allaha yaxınlıq istəyirik Rəbbimizdən, nifrətimizdə də Allah üçün nifrət edirik və ondan əcr qazanmağı düşünürük. Nə çox yazarlar çıxdı ortaya, nə çox danışanlar, xatiblər çıxdı ortaya bugünkü gün. Hətta bəzilərini görərdiniz ki, dünənki
ən sakit, ən sonuncu, hətta sonuncu, yəni pis mənada demirəm, yəni danışmaqda, dəvətdə demək istədim. Bu WhatsApp mikrofonları da və yaxud da şifrələri də bugünkü gün hər kəsi xatib edib, hər kəsi kitab yazan edib, yazıcı edib. Hər kəs götürür, yazır, paylaşır, öyüd nəsihət verir, çağırır, dəvət edir. Amma nəyə, hansı elmlə? Bir təqvasını düşünsəydi insan. Bir insan düşünsəydi ki, ola bilsin ki, niyyəti yaxşıdır. Biz insanların niyyətlərini müdaxilə eləmirik. Niyyətin, sufilərin niyyətini biz deyə bilmərik ki, pisdir. Doğrudan da. Biz deyə bilmərik ki, sufilərin niyyətləri pisdir və yaxud da hansısa deyir, hətta qədərlərin niyyətləri pisdir, cəhmilərin niyyətləri pisdir. Biz deyə bilmərik, niyyətləri Rəbbimiz bilir. Lakin biz müdaxilə bilirik nəyə? O ayənin, hədisin ikinci ayənin "Thumma istaqim", sonra dost doğru ol. Biz onun ikinci hissəsinə qarışırıq ki, doğrudan da etdiyi sünnəyə müvafiqdir, yoxsa yox? Doğrudan da səhih elmə əsaslanır, yoxsa yox? Biz bu tərəflə müdaxilə edirik, bu tərəfindən danışırıq. Təqvası olan insan gərək o məqamda düşünür ki, mən bu səsi paylaşıram və yaxud da bu yazıb göndərirəm və yaxud da yazılmış bunu paylaşıram. Gərək təqvası onun yol vermir ki, bunun dəqiqliyini, doğruluğunu öyrənməliyəm, bilməliyəm, bilmirəmsə susmalıyam. Mən bu işin əhli deyiləm. Bu təkcə bugünkü müsəlmanların arasında ixtilafa aid deyil. Bütün məsələlərdə. Görürsən ki, çox saylı hədislər gəlir, xüsusən şəkil formatında filan, baxırsan ki, onda hədisdən əsər əlamət yoxdur. Hətta biraz azca elmi olan insan görər ki, Allah Rəsulü belə hədis deyə bilməz. Uyğun gəlmir. Ümumiyyətlə, dini hər bir məsələ. Kim dini məsələdən danışırsa, bilsin ki, o, aləmlərin Rəbbinin adından danışır. Sanki deyir ki, bu məsələdə Rəbbimizin hökmü budur. Allah təala bunu əmr edib və bu cür əmr edib. Ona görə ən birinci özümü və hər kəs tövsiyə edirəm ki, istər dünyəvi işlərində, ailə işlərində və xüsusən də dini işlərində mütləq Allahdan qorxsunlar. Danışmazdan öncə, bir şey etməzdən öncə və xüsusən bugün bir şey paylaşmazdan öncə bu günlərim hər kəs o internet, WhatsApp və s. adını çoxundan bilmədiyimiz vasitələrlə artıq böyük bir dəvətçiyə çevrilib. Və sonra bilirsən ki, onların bəziləri hətta ağıldan naqisdir. Bəzən bilirsən ki, onların bəziləri Allah bilir kimə xidmət edir, nəyə xidmət edir. Siz bunun şahidisiniz. Əgər soruşsam, hər biriniz buna misal çəkə bilərsiniz. Görərsiniz ki, bəziləri İslami elmlərdən ümumiyyətlə xəbəri yoxdur. Üzr istəyirəm, ifadəyə görə belə bir ifadə var, bazar adamı. Bu ticarətçiyə deyilmir hər halda, ticarət etmək aşağı əməl deyil. Lakin bazar adam deyə bir söz var. Yəni o səviyyəli birisi, lakin bu günlərim görürsünüz, nəinki nəyəsə yazır və yaxud da paylaşır, hətta bir çoxlarını idarə edir. Hətta baxsan, bəzən görərsən ki, bu tipli insanlar özləri də boyunlarına alırlardır ki, hansı xəstəlikləri var, ciddi şəkildə. Hətta bəzilərinin kağızları var, belə bir söz var bizdə, ara sözdə, kağızı var. Əgər beləsi doğrudan xəstədirsə və yaxud da hansısa məqsədli edirsə, beləsi ifşa olunmalıdır. Yox, doğrudan da savadsızlıqdan, cahillikdən edirsə, beləsi də Allahdan qorxsun. Allahdan qorxsun, bir öz əməlinə qayıtsın, baxsın və bilsin ki, əgər bu işin əhli deyilsə, hətta niyyəti yaxşı olsa belə,
fəsad eləyəcək. Hətta haqqa isabət etsə belə günah daşıyacaq. Diqqət edin söhbətə. Hətta haqqa isabət etsə, yəni haqqa tuş gəlsə, dediyi söz doğru olsa belə, elimsizliyi cahilliyi ilə etdiyinə görə günah daşıyacaq. Çünki Allahın dinində elmsizcəsinə danışmaq olmaz. Çünki Allahın dinində elmsizcəsinə danışmaq olmaz. Haramdır. Allah Teala Quranda buyurur: "La taqfu ma laysa laka bihi ilm." Elmin olmayan məsələlərdə danışma. Sənlik deyil elmin olmayan məsələlər. Və cahillər istənilən işdə olsun, istər dünya işlərində, istər dini işlərdə mütləq fəsad çıxarırlar. Fikir verin, bir dəfə Allah Rəsulu, ona Allahın salavatı və salamı olsun, səhabələri xurma ağacını tozlandıranda gördü və dedi ki, bu zinaya bənzəyir. Bənzətdi sadəcə. Növbəti idi, yaxınlaşdılar Allah Rəsuluna, ona Allahın salavatı və salamı olsun, dedilər ki, ya Rasulullah, xurmalar əvvəlki kimi bar vermir. Yəni, xurma ağacı belədir ki, özündə tozlanma getmirsə, onu əllə, süni yolla tozlandırıb məhsul almaq mümkündür. Və nə buyurdu Allah Rəsulu? Ona Allahın salavatı və salamı olsun, buyurdu ki, siz öz dünya işlərinizdə daha yaxşı bilirsiniz nə etmək lazımdır. Və Peyğəmbərimizin ona Allahın salavatı və salamı olsun, təbii ki, o hökm verməmişdi. Hökm versəydi, deyərdi ki, fəsad törətdi, deyərdik. Lakin bənzətmə etdi, səhabələr səhv anladı. Elə bilər ki, o bundan qadağan edir. Peyğəmbər s.ə.v qadağan etməmişdi. Lakin qadağan etmiş olsaydı, deyərdi ki, bir dünya işində xəta hökm verdi. Və mütləq Allah Subhanahu necə ki, Peyğəmbər s.ə.v xətalarında düzəliş gəlirdi. Düzəliş gələrdi. Lakin bu Allah Rəsulunun hökmü deyildi. Sadəcə bənzətmə idi. Söhbət eləmişdilər, bu bənzətmə etmişdi. Və səhabələr bunu qadağan başa düşüb bundan çəkinmişdilər. Lakin sonu bir fəsadla, meyvələrin azalması ilə bitmişdi. Baxın, demək, dünya işlərində də insan gərək bilmədiyi məsələdə hökm verməsin. Təbii ki, sözümüzün misalı Allah Rəsuluna qayıtmır, ona Allahın salavatı zamı olsun. Dedi ki, orada hökm yoxdur. Lakin söhbət hökm verənlərdən gedir. Söhbət o bilmədən müalicə etmək istəyib, lakin insanları şikəst qoyanlardan gedir. Və xüsusən dini məsələlərdə şikəst qoyanlardan. Ona görə baxın, ailələr şikəst olur, bax bunun ucbatından. Ailələr şikəst olur, bunun ucbatından. Ya kişinin, ya da qadının və yaxud da o ailəyə müdaxilə edənlərin elimsizcəsinə, elimsiz həkimlər kimi müalicə eləmək istəyib, lakin şikəst edənlərin misalına bənzəyir. Ona görə birinci özümə və hər kəsə tövsiyə edirəm ki, Allahdan qorxsun hər bir sözündə, hər bir əməlində və hər bir dini məsələlərdə özünə mənhəc, məslək, əqidə seçəndə ona görə bunu xüsusən qeyd elədim ki, son günlər buna, bu kəlməyə daha çox ehtiyac olduğu görünür. Mənhəc məsələləri deyilib, ortaya atılmış, mənhəcə aid olan və olmayan və mənhəcə aid olmayıb şişirdilib, insanları hansısa tərəfə sürükləyənlərin, hansısa yolu dartanların
məqsədli şəkildənmi, ya cahillikdənmi, fərqi yoxdur. Əsas odur ki, sən o tora düşməyəsən. Əsas odur ki, sən öz təqva zəifliyindən dolayı, öz yolunu tanımamağından dolayı başında şeytan durub gözəlləşdirən o yolların qurbanı olmayasan. Və subhanallah bihamdi, əşhədə ən la ilahə illə ente, əstəğfiruke.